Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq olunacaq. Yeni Sabah məlumata görə, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Beləliklə, bazar qiymətindən asılı olmayaraq, təqvim ili ərzində bir ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq ediləcək. Azərbaycanda orta pensiya məbləği artırılır. Bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən 2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9% artıqdır. Gələn ilin dövlət büdcəsində yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması və çapı üçün 45 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Prezident İlham Əliyevin bu il iyul ayında təsdiqlədiyi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişikliklə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə olunub.